işi görün, biraz o işin orasından burasından qırtacaqsınızsa onsuz da yiyəcəksiniz. Ola bilməz ki, ayrılan vəsaiti tam aidiyyatı üzrə xərcləyəsiniz. Orada zərgər dəqiqliyi ilə işləyəsiniz. 1 manat belə dövlətin puluna kəm baxmayasınız. Yox, ola bilməz, bu mümkün deyil. Amma bizdə, məsəl üçün, bəzi adamlar var ki, onlar işə başlamamış, birinci yeyirlər, sonra işə başlayırlar. Sonra işə başlayırlar, baxırlar ki, heç nə qalmadı, axı da bunun 80%-ni yeyib, 20%-də də görülən iş necə olacaq? Uçuq sökük olacaq da. 3 gündən sonra görəcəksən ki, yeni yol çəkmişdi, nə oldu bu yol dağıldı? Niyə dağıldı? Çünki əvvəlini yedilər. Asfaltın ən qəşəng qatını yeyiblər. Altda qalan nə olacaq? Nə bilim, o belə ovulub tökülən şeylər. Və yaxud da ki, indi bu internet problemi. Birinci, çəkin də interneti bu kəndə. Ondan sonra qalacaqsa, yenə də halal xoşunuz olsun. Yeyin də, o ki, biz buradan yeməyin. Pulları dağıtmayın, aidiyyatı üzrə sərf eləyin deyəndə. Elə siz baş üstə deyib,